Amma sabahki hadisə, mühüm hadisə Əmirül Müminin Həzrəti Əli əleyhissalamın qızı Həzrəti Zeynəbin şəhadət günüdür. Ona görə qərar verdim ki, bu cümədə elə bir mövzu seçək ki, hər ikisinə aid olsun. Amma hər biri barəsində bir xüsusi məsələni diqqətinizə çatdırım. Ondan sonra inşallah ümumi mövzumuzu eləyərik. O, Həzrət Əli əleyhissalamın viladəti ilə bağlı olan məsələ, xüsusi məsələ, Mənaqib kitabında Şəhr ibn Aşub, İbn Şəhri Aşubun Əl-Mənaqibi. İbn Şəhri Aşub təqribən 900 il bundan əvvəl yaşayıb, hicrətin 588-ci ilində dünyasını dəyişib. Niyə biz alimlərin, adətən alimlərdən danışanda onların vəfat tarixlərini qeyd edirik, doğum tarixlərini qeyd edirik? Çünki bunu hamı bilənlər bilirlər ki, alimlərin nə qədər qədim olması, xüsusilə də tarixi mövzularda, hədis mövzusunda onların mötəbər olmasına gətirib çıxardır. Çünki nə qədər məsum dönəminə yaxın olan zamanda yaşayırsansa, hadisənin və hədisin, tarixi hadisənin baş verməsinin mötəbərliyində insanda xatircəmlik yaranır. Çünki bilirik, zaman keçdikcə hadisələr təhrif olunur, zaman keçdikcə sözlər dəyişilir, insandan insana keçdikcə, nəsildən nəsilə ötdükcə hadisələr başqa rəng qatırlar, hərə öz ona bir rəng qatır və s. Bir də görürsən ki, hadisə tamamilə öz həqiqətindən çıxdı. Ona görə nə qədər məsum dönəminə, İslamın əvvəl illərinə yaxın olan nisbətən alim olanda, xüsusilə də tarixi hadisələrdə və hədislərdə onlar mötəbər sayılır. İbn Şəhri Aşubun da Əl-Mənaqib kitabı həmən kitablardandır ki, təqribən 900-1000 ili bundan əvvəl yaşamaq özü də mühüm bir məsələdir bu tarixi hadisələrdə. Əlbəttə, yeri gəlmişkən bunu da deyim sizə ki, o Əl-Mənaqib kitabını niyə yazıb? Özü onun müqəddiməsində belə qeyd edir. Deyir ki, Ləmmə rəəytu küfrül ədati bi əmiril müminin. Deyir, mən gördüm ki, Əmirül Müminin Əli əleyhissalama düşmənlərin küfrü artıb artıq. Yəni, Həzrət Əlini istəməyənlər artıq o həddə çatıb ki, və vəcəddu şiətə və sünnətə fihi müxtəlifin. Və gördüm ki, şiə və sünnilər indi öz zamanından danışır. Həzrət Əli əleyhissalamda ixtilaf edirlər və əksərun nas ən vilayə əhlil beyt nakisin və ən zikrikim haribin. Gördüm ki, insanların əksəriyyəti əhl-i beytə müvalat, yəni əhl-i beytin ardınca getməkdən dönürlər və onların zikrindən qaçırlar, yəni onları yad eləməkdən və fi ulumihim ta'inin, onların elmlərindən uzaq düşürlər və li məhəbbətihim karihin, onları sevgilərin artıq məhəbbətlərində bunlarda belə ikrah yaranır. İntəbəhtu min nəvmətil qafili. Mən qəflət yuxusundan oyandım və qərar verdim ki, bir kitab yazın və bu kitabda hər iki məstərlərdən, yəni bütün əhl-i sünnə və şiə alimlərinin, əlbəttə bu 900 il əvvəl, bundan əvvəl yaşamış alimdir, bundan da qabaq qədim alimlərin əlimə keçənləri Həzrət Əlinin fəziləti barəsində olan kəlamları yığın, toplayım. Həmən Əl-Mənaqib kitabında belə yazır. Yazır ki, Həzrət Əli əleyhissalam Kəbədə dünyaya gələndən sonra, əlbəttə, Həzrət Əli əleyhissalamın Kəbədə dünyaya gəlməsini bəziləri inkar eləsə də, bəziləri qəbul eləməsə də, bizim bu barədə kifayət qədər, yəni yəqinə çatacaq qədər əlimizdə dəlil var. Bunu yadınızda saxlayın. Əhl-i beyt imamlarının kəlamları və bizim əhl-i beyt alimlərinin kəlamları əslində bizə kifayət eləyir. Ancaq buna baxmayaraq, bunlardan əlavə böyük əhl-i sünnənin hədis imamı Hakim Nişapurinin öz kitabında yazdığı bu cümlə bizə bəs eləyir. Bunu əzbərləyin. Xahiş edirəm sizdən, bunu hamı əzbərləsin. Hakim Nişapurinin cümləsi belədir. Ləqəd təvatərətil əxbar bi ənnə Aliyyən vulidə fi cəvfil Kəbə. Bütün xəbərlər və hədislər mutavatirdir ki, mutavatir yəni yəqin həddinə çatandır. Yəni yəqinə çatır ki, bunu məsum deyir, bu hadisə baş verir. Buna deyirlər təvatur. Deyir, bütün xəbərlər və hədislər mutavatirdir ki, Həzrəti Əli Kəbənin daxilində dünyaya gəlib. Bu Hakim Nişapurinin bu sözün, yəni elə bilirəm hamımız əzbərləyə bilərik. Ləqəd
Təvatərətil əxbar bi ənə Aliyyən vulidə fi cəvfil Kəbə. Ona görə bu məsələdə yenə deyirəm, bizim şək şübhəmiz yoxdur və Əl-Mənaqibdə də bunu İbn Şəhri Aşub gətirib, orada belə yazır. Yazır ki, elə ki, Həzrət Əleyhisselam Kəbədə dünyaya gəldi, Əbu Talib aldı uşağı qucağına və belə bir nida elədi. Ya Rəbbi, ya zəl qəsəqid duciyyi, vəl qəmərul mubtəlicil mudiyyi, Bəyyin lana min hukmikel maqdiyyi maza tera fismi zəssəbiyyi. Dedi, ey Rəbb, ey Allahım, ey Rəbbim, ey qaranlıq gecənin Rəbbi, ey nurlu ayın Rəbbi, o sənin yanında hətmi olan hökmündən bizə bəyan elə ki, bu körpənin adı nə olacaq? İbn Şəhri Aşub nəql eləyəndə deyir ki, Kəbədən bir lövhə asıldı. Başqa sənədlərdə görmüşəm ki, nida gəldi. İndi biri deyəndə belə, Əbu Talibə vəhiy gəlir. Deyir, qardaş, o vəhiy deyir. Allah Quran-ı Kərimdə demir ki, biz Musanın anasına vəhiy elədik. Yəni, ilham elədik. Allah Quranda demir ki, Həzrəti Məryəmə vəhiy oldu, hə? Cəbrail nazil oldu. Allah Quranda demir ki, bal arısına vəhiy oldu. Ona görə bunun heç bir məsələsi yoxdur ki, bir insanın qəlbinə, yəni problem yoxdur ki, bu məsələdə bir insanın qəlbinə Allah tərəfindən ilham oluna və yaxud mələklər tərəfindən bir lövhə gələr. Yəni, bunu heç bir... Kəbədə bir lövh yazıldı. Və izə bi lövhin axzar kütübə fi. Bir yaşıl lövhün üstündə belə yazılmışdı. Xussistuma bil vələdi zəkiyyi. وَالطَّاهِرِ الْمُنْتَخَبِ الرَّضِيِّ فَاسْمُهُ مِنْ شَامِخٍ عَلِيِّ عَلِيُّ نُشْتُقَّ مِنَ الْعَلِيِّ. Lövhədə belə yazılmışdı ki, biz siz iki nəfəri, yəni Əbu Taliblə Fatimə binti Əsədi, Həzrət Əlinin valideynləri, biz sizi ikimizi məxsus elədik bu pak körpə ilə. Yəni, bu ancaq sizə məxsusdur. وَالطَّاهِرِ الْمُنْتَخَبِ الرَّضِيِّ. O seçilmişdir, o pakdır və Allah ondan razıdır. Fəsmuxu min şamixin aliyyi. Onun adı uca mənasında olan Ali sözündən olacaq. Aliyyun ştuqqa binəl aliyyi. Allahın Əl-Aliy adı var. Əl-Aliyyu, ondan alınan Ali. Yəni, əstəğfirullah, bu Allah demək deyil, amma Əl-Aliy Allaha məxsusdur, ancaq o addan alınan ucalıq və yüksəklik mənasında. Çünki bir var insan mərtəbəsində ucalıq, Ali budur. Bir də var ki, Rəbbimizin ucalığı Əl-Ali. O ucalıq sonsuzdur. O ucalıqla heç nə müqayisə olunmaz, məlum məsələdir. İbn Şəhri Aşub deyir ki, bu lövh Kəbənin üstündən asılı qalmışdı ta Hişam ibn Əbdülməlikin zamanına qədər. Hişam ibn Əbdülməlikin zamanına qədər, yəni xəlifə olan zamanına qədər bu lövh Kəbədə qalmışdı. Yəni, buna hamı gəlirdi, oxuyurdu ki, və xüsusduma bilvələdi zəkiyyi və tahiril muntaxabi radiyyi fəsmuxu min şamixin aliyyi aliyyun üştuqqa minəl aliyyi. Bunu hamısı görürdü orada. Hişam ibn Əbdülməlik bu lövhəni oradan götürdü.